birgə həm əl işlər sərgisinə, həm də pilatesə hazırlaşırıq. Birinci əl işlər sərgisinə gedəcəyik. Sizə göstərdiyim lavesiyadan istifadə edirəm. Mənim üzüm çox qurudur. Ona görə yaxşı nəmləndirirəm. Əslində birinci günəş kremini istifadə edəcəkdim. Həmişə elə edirəm. Lakin bu dəfə belə eləsi oldu. Çünki bugün telefondan da baxmışdım. Proqramda göstərmirdi əslində. Anamla birgə sərgilərə getməyi çox sevirik. Növbəti aylarda da gedəcəyik. Bəli, teleskopik lifti istifadə edəcəyim fırçasını. Günəş kremimlə davam edirik. Günəş kreminin özəlliyi ondan ibarətdir ki, çox az belə vursanız kifayət edir. Baxın. Çox az. Keçid alıram göz makyajıma. Bugün torpaq tonlarından istifadə edəcəm. Teknikin paletindən istifadə edirəm. Sonra pudra istifadə edəcəm. Düzdür, mənim tonal kremim də elə ağır deyil, günlük istifadə üçündür. Sadəcə bugün pudra istifadə etmək istədim. Yavaş-yavaş hazıram. Kontur paletimi göstərmək istəyirəm. Bu da teknikdəndir. Bantikdən əldə etmişdim. Bəli, 8 mat endirimlərindən yararlanmışdım. Bugün açıq tonlardan istifadə edəcəm. Qarışdırıram mən. Həmişə. Bu fəni istifadə edirəm. 4 başlıqdan ibarətdir. Mən alanda tənq yoldan çox ucuzdur. 40 manat əldə etmişdim. İndirim kuponları da var idi. Amma indi qiyməti kəskin qalxıb. Son dəfə baxana yəni elə idi. Mən tələsəndə bu başlıqdan istifadə edirəm. Sürətli bir şəkildə hazır olacaq. Saçımı götürürəm. Feni üzü aşağı istiqamət. Bu aslında eləyəndə qat düşür saçıma. Ona görə onu üstündən keçirdim. Bəli. Mən 180 dərəcəyə qədər istidirəm, amma indi saçımı çox götürəcəyimə görə 190 edəcəm. Tam istədiyim kimi böyük dalğa yarandı. Çox əlverişli bir fendir. 4 başlığı var. Qiymətinə görə çox münasibdir. Çox tez isinir. Və çox razıyam. Artıq 3 ildir işlədirəm. Bəli. Çox razıyam. Özümlə hər yerə aparıram. Çox rahatdır. Saçlarıma zərər vermir həm də. Ən balaca başlığına qədər var. Saçımın ön hissəsində eyni şəkildə gözü aşağı tuturam. Belə. Qarayevdədir mənim gəldiyim pilates. Düzdür, Qarayevdə çoxdur pilates. Əgər istəsəniz, şərhlərdə qeyd edərsiniz. Mən sizə gəldiyim yerin adresini və əlavə məlumatları göndərərəm. Belə. Gedək görək bugün necə keçir. Bəli. Cavabını da göstəreyim.
Sabahınız xeyir. Oyandım ki, anam bizə belə gözəl səhər yeməyi hazırlayıb, sürpriz eləyib. Çox sağ olsun. Bəli.